İki qardaş Musa və Harun Fironun yanına gəldilər. Musa Firona dedi: Allah mənə peyğəmbərlik verib. Biz Allahın elçisiyik. O bizi sənə doğru yola çağırmaq, imana dəvət etmək və zülm etməkdən əl çəkməyə tövsiyə etmək üçün bura göndərib. Firon bunları eşitcək özündən çıxdı. Sən övladlığa götürüb böyütdüyümüz, sonra Misirlini öldürüb qaçan Musa deyilsən? Musa təmkinlə cavab verdi. Sən məni saxlayıb böyütdüyünü başıma qaxırsan. Halbuki mənim öz evimdə deyil, sənin yanında böyüməyim sənin İsrail oğullarını kölə edib, oğlan uşaqlarını öldürməyin səbəbindən idi. Əgər sən İsrail oğullarının oğlan uşaqlarını öldürməyi əmr etməsəydin, anam məni çay atmazdı və mən də gəlib sənin sarayına çıxmazdım. Misirlini isə istəmədən öldürmüşəm. Mən bunun üçün Allahdan məni bağışlanmasını istədim. O da bağışladı, mənə peyğəmbərlik verdi. Firon çox hirslənmişdi. Hər kəlməsində Haqqında danışdığın və səni peyğəmbər edən Allah kimdir? deyirdi. Musa sakitcə O göyün yerin Rəbbidir. O yer üzündə gördüyün hər şeyi yaradandır. Bütün insanları, səni və məni də o yaradıb. Hər birimiz yalnız ona ibadət etməliyik. deyirdi. Firon ətrafındakıların da Musaya qəzəblənməsini istədi. Musaya belə bir sual verdi. Deyirsən ki, əgər biz Allaha ibadət etməsək, o bizi cəzalandıracaq? Bəs onda bizdən əvvəlki yaşamış nəsillərin halı necə olacaq? Amma Musa çox ağıllı idi. Firona belə dedi. Onlar haqqındakı bilgi Rəbbimin yanında olan kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur. Firon qəzəblənib Musanın sözünü kəsmək istədi və dedi. Ey xalqım, məgər Misir səltənəti və yerin altından axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü bütün Misirin sahibi mənəm? Musanın onun dediklərinə qəzəblənməməsi Fironu daha da özündən çıxardı. Əgər məndən başqasına itaət etsən, səni zindan atacağam, dedi. Musa peyğəmbər Fironun sarayında böyümüşdü. Firon onu çox yaxşı tanıyırdı. Onun əxlaqlı və tərbiyəli olduğunu bilirdi. Həmişə doğru danışdığını da bilirdi. Amma Fironluğu onun dediklərinə iman gətirməsinə mane olurdu. Firon dedi. Əgər dediyin kimi peyğəmbərsənsə, bizə bir möcüzə göstər. Musa peyğəmbər Allahın izni ilə əlindəki əsanı yerə atdı. Əsa yerə düşər-düşməz qorxulu ilana çevrildi. Sonra Musa əlini qoynuna salıb çıxardı. Əli ay kimi parıldayıb nur saçdı. Əsa belə vahiməli ilana çevrilə bilərdimi? İnsan əli belə işıq saça bilərdimi? Firon və saray əyanları heyrətlə onlara baxır, Musanın sehirbaz olduğunu güman edirdilər. Firon bu möcüzələrdən ibrət götürməyib dedi. Musa, sən bir sehirbazsan. Bizə göstərdiyin isə sehirdən başqa bir şey deyil. Sən öz sehrinlə bizi torpağımızdan çıxarmaq istəyirsən. Bizim də sənin kimi məharətli sehirbazlarımız var. Elə isə mənim ölkəmin sehirbazları ilə yarışacaqsan. Baxaq görək, onlara qalib gələ biləcəksənmi? Musa peyğəmbər Fironun bu təklifini qəbul etdi. Sehir yarışması üçün gün təyin edildi. Fironun dövründə Misirdə sehir sənəti geniş yayılmışdı. Ölkədə elə sehirbazlar var idi ki, öz əməlləri ilə adamları heyran qoyurdular. Firon onlara arxalandığı üçün Musanı yarışa dəvət etmişdi. Firon sehirbazların Musaya qalib gələcəklərinə əmin idi. O sehirbazları yanına çağırtdırıb, Mütləq Musaya qalib gəlməlisiniz, dedi. Onları mükafatlandıracağına söz verdi. Nəhayət gözlənilən gün gəlib çatdı. İnsanlar səhər tezdən evlərindən çıxıb dəstə-dəstə meydana axışdılar. Məmləkətin hər yerindən sehirbazlar cəm olunmuşdu. Çox keçmədən Musa və Harun da gəldilər. Firon saray əhli ilə gəlib çıxdı. Yarış başlandı. Hər kəs səbirsizliklə kimin qalib gələcəyini gözləyirdi. Sehirbazlar Musaya tərəf dönərək, Öncə kim başlasın? deyə soruşdular. Musa, Siz başlayın. dedi. Sehirbazlar əllərindəki kəndir və əsalarını yerə atdılar. Bu alətlər qabaqcadan batırdıqları maddənin təsiri ilə tərpəndi. Cəmaata elə gəldi ki, onlar yerdə sürünən diri ilanlardır. Bunu görən Musanı bir anda vahimə bastı.
O qorxurdu ki, möcüzəsini göstərənə qədər insanlar sehirbazların bu yalan sehrinə aldanarlar. Çünki Musa möcüzəsini göstərmək üçün Allahdan əmr gözləyirdi. Nəhayət Musanın Rəbbi ona: Qorxma, sən onlardan üstünsən. Onların etdikləri sadəcə bir sehirdir. Əlindəki əsanı yerə at. dedi. Musa əsanı yerə atdı. Əsa bir anda nəhəng ilana çevrilib, sehirbazların kəndir və alətlərini sümürüb utdu. İlanın ayaqları, uzun boğazı və qorxunc başı var idi. İnsanlar ondan qorxub kənara çəkildilər. Musa ilana əl vuran kimi o yenə də əsaya çevrildi. Sehirbazlar Musanın bu möcüzəsi qarşısında məğlub oldular. Onlar Musanın sehirbaz olmadığını, Allahın elçisi olduğunu anladılar. Musa möcüzələrini Rəbbinin köməyi ilə etmişdir. Biz Musa və Harunun elədiklərinə iman gətiririk. Dedilər. Musa və Harunu Rəbbi qarşısında diz çökdülər.